Əziz əkinçilər, bugün 9 may 2025-ci il stansiya Sumqayıtdayıq, dostumuzun istihaməsində. Arsis firmasına məxsus Tibron F1 çeşid əkilib. Burada əkin tarixi yanvarın 14-ü, ilk dərimə başlanılıb aprel ayının 16-sı. Məhsuldarlıq göz qabağındadır. Baxın, və Rusiyaya ixrac olunur hal-hazırda. Meyvənin çatlaması yoxdur, rəf ömrü uzundur. Diqqətinizə görə sağ olun, növbəti çəkilişlərə qədər hələlik bizi izləmədə qalın. Yeni çeşidlərlə sizə hər zaman tanış edək. Məhsulunuz bol olsun.